Baxmayaraq ki, ana tərəfim Azərbaycanlı deyil, amma valideynlərim Bakılıdır. Publikaz Unikala isnadla xəbər verir ki, bunu iş adamı və müğənni Emin Ağalarov qonaq olduğu verilişdə deyib. Stat: Anamın damarlarında Ukraynalı, Rus, Yəhudi qanı axır. Ana babam Bakıda yaşayıb. Burada nənəmlə tanış olub. Nənəm Tamara Grill Rusdur. Ata tərəfimin isə hamısı Azərbaycanlıdır. Əslən Şamaxıdandırlar. Babam hidravlika sahəsində alim idi. Atamla anam 5-ci sinifdən tanış olublar. Yəqin ki, dostluq ediblər. Nənəm bu evliliyə qarşı idi, çünki anam Azərbaycanlı deyildi. Atam isə buna etiraz olaraq İçəri şəhərdəki evdən gedərək ayrı mənzil alıb və yeni mənzildə mən doğulmuşam. Statın sonu. Emin Ağalarov atasının onun Alyona Gavrilova ilə də evlənməyinə qarşı çıxdığını deyib. Stat: Atamla danışanda deyirdim ki, bax, nənəm də anamla evlənməyinizə icazə verməmişdi. Görürsən, adamı necə incidir. O da deyirdi. Onu dinləsəydim daha yaxşı idi. Atam etiraz əlaməti olaraq Alyona ilə ilk toyuma gəlməmişdi, ancaq ikinci toyuma gəldi. Statın sonu.